yağ əritmişdim. Yağın tortası qalıb. Bu yağın tortasından çox rahat, asan, ləzzətli bir şirniyyat hazırlayacağım. Deməli, yağın tortasını götürürük, tökürük qaba. Üzərinə əlavə edirik 1 stəkan şəkər, yarım stəkan qatıq, qarışdırırıq. Üzərinə əlavə edirik vanil, 1 paket, 2 dənə yumurta, qarışdırırıq. Üzərinə əlavə edirik 1 çay qaşığı soda, biraz duz, qarışdırırıq və 5 stəkan un qarışdırırıq. Bu arada tortanız yoxdursa, siz onu yağla əvəz eləyə bilərsiniz. Kərə yağıyla. Xəmirimizi yoğurduq. Belə bir qəşəng xəmirimiz oldu. Və başlayırıq balaca-balaca kündələməyə. Çox yaxın-yaxına qoymuruq. Bir-birindən aralı qoyuruq. Çünki pişəndə şişəcəklər bunlar. Bir-birinə yapışmasınlar. Belə kim istəyirsə, müxtəlif formaları var. O formalara sala bilər. Amma mən işimi çətinləşdirmirəm. Elə belə rahat şəkildə yumrulayıb qoyuram. Bunları qorxuzuruq barmağımızla. Qorxuzmaq mütləqdir. Kim istəyir üzərinə yumurta sarısı çəkə bilər. Kim istəyir. Yenə də zövqə görədir. Mən çəkmirəm. Və bunları qoyuruq 180 dərəcədə alt-üst 30 dəqiqə. Peçeniklərimiz hazırdır. Necə yumuşaqdır. Göstərim sizə içini. Hələ qoxusu. Çayla içilən ləzzət. Ev üsulu, ən asan şəkildə şirniyyat. Əllərimə sağlıq. Nuş olsun.